Bu videoda Avropanın çayları haqqında danışacağıq. Avropanın çayları 3 hövzəyə aiddir. Şimal Buzlu Okean hövzəsinə, Atlantik hövzəsinə və daxili xarsız hövzəyə aiddir. Avropanın çaylarının haqqında danışarkən regionlara əsasən danışırıq. Çünki Avropanın ərazisində relyef və iqlim göstəriciləri müxtəlif olduğuna görə onu regionlara bölərək çaylar haqqında məlumat veririk. Şimali Avropanın çaylarından danışaq. Şimali Avropanın çayları əsasən Skandinaviya dağlarından, yəni Skandinaviya yarımadasından axan dağ çaylarıdır. Buna görə həmin çaylar daha dar, dərin dərələrlə axır, cür suludur, sürətli axına malikdir və onların dərələri dar, dərin olduğuna görə gəmiçilik üçün əhəmiyyəti yoxdur. Sadəcə burada ağac axıtılmasında istifadə olunur və ikinci xüsusiyyəti isə bu çayların enerji potensialının çox olmasıdır. Buna görə də Skandinaviya ölkələrindən Norveç, İsveç, Finlandiya hidroenerji potensialına görə ön sıralarda gedir və Norveç isə adambaşına düşən enerjiyə görə dünyada birinci yerdədir. Dokun sirr dərsliyində də Alta sesinin adı qeyd olunub ki, Alta sesi Norveçin seslərindən biridir. Və bu çaylarda dedik ki, bir hidroenerji potensialına istifadə olunur, bir də ağac axıtılmasında istifadə olunur. İndi isə Orta Avropa çayları haqqında danışaq. Orta Avropa çaylarından Temza çayı haqqında məlumat verək. Temza çayı Böyük Britaniya yarımadasından axır. London şəhərindən axan çaydır. Temzanın böyük iqtisadi əhəmiyyəti var. Suyundan məişətdə istifadə olunur. Həmçinin gəmiçilik əhəmiyyəti böyükdür. Və Temza çayı Şimal dənizinə tökülür. Daha başqa Orta Avropada biz Harona, Loara çaylarını, Sena, Reyn, Elba, Odra, Wisla, Neman, Daugava çayının adını çəkə bilirik. Harona ilə Loara Biskay körfəzinə tökülür. Sena La Manşa tökülür. Yəni eroziya bahisi La Manşdır. Reyn və Elba çayları Şimal dənizinə tökülən çaylardır. Odra, Wisla, Neman isə həmçinin Daugava, Baltik dənizi hövzəsinə aiddir. Odra çayı Almaniya və Polşanın sərhədində yerləşir. Wisla çayı isə Polşanın paytaxtı Varşavadan keçir. Reyn, Elba, Sena bu çayların hər biri estuari mənşəli çaylardır. Yəni töküldüyü yerdə delta yox, estuari yaradan çaylardır. Orta Avropada ən uzun çay Dunay çayıdır. Dunay çayı Almaniyadan başlayır, Rumıniyadan keçir, Moldova ərazisində Qara dənizə tökülür. Töküldüyü yerdə böyük delta yaradır və 10 ölkənin ərazisindən keçir və o cümlədən bir sıra paytaxt şəhərlərdən keçən çay hesab olunur. İndi isə Şərqi Avropanın çayları haqqında məlumat alaq. Şərqi Avropanın çaylarından ən uzun çay, ümumiyyətlə Avropanın ən uzun çayı Volqa çayıdır. Volqa çayı Xəzər dənizinə tökülür və Volqa çayı Xəzərin suyunun 80%-ni gətirən bir çaydır. Onun sayəsində biz Dünya okeana çıxış əldə edirik. Xəzərdən Volqa çayı vasitəsilə biz Volqa-Don kanalından keçib Don çayı vasitəsilə Azov dənizinə və Qara dəniz, sonra Bosfor, Mərmərə, Dardanel, Egey aralığa çıxırıq və bununla da biz Cəbəl Tarix boğazından keçərək Atlantik okeana çıxış əldə edə bilərik. Başqa cür isə biz Volqa çayı vasitəsilə Rubinsk su anbarından deməli sonra Onega gölünə, Onega gölündən Sivir çayla Ladogaya, Ladoga'dan Neva çayla Fin körfəzinə və oradan da Baltik dənizi ilə biz Atlantik okeanına çıxa bilərik. Başqa cür isə bir çıxışımız da var. Biz Onega gölü vasitəsilə burada Belamor kanalı ilə Ağdənizə çıxış əldə edə bilərik. Yəni Volqa çayının ümumiyyətlə bizim üçün böyük bir əhəmiyyəti var. Həm Xəzərin su balansının saxlanılmasında, həm də Azərbaycanın dünya okeana çıxışında böyük əhəmiyyəti var. Bundan sonra Şərqi Avropa çaylarına Ural çayını qeyd edə bilərik. Ural çayı Ural dağlarından başlayır və Qazaxıstan ərazisində Xəzərə tökülür. Yəni eroziya bahisi Xəzərdir. Şimali Divina çayı Ağdənizinə tökülür. Peçora çayı burada Peçora dənizinə tökülür. Bu da Şərqi Avropanın çaylarındandır. Don çayı Azov dənizinə tökülür. Burada 3D var. Dunay, Dnepr, Dnestr çayları. Bu 3D ilə başlayan çaylar, yəni Dunay, Dnepr, Dnestr Qara dənizə tökülür. Don çayı isə Azov dənizinə tökülür. Bunları qarışdırmayaq. Cənubi Avropanın çaylarına isə aiddir Guadalquivir,
Pireneyin yarımadasına axan Taxodur, Dourodur, Ebro. Sonra İtaliyada, yəni Apennin yarımadasında Tibirdir, Po çayıdır, Rona çayıdır. Dərslikdə isə ən çox adı verilir Po çayının və Taxo çayının. Po çayı deməli İtaliya ərazisinə axır və gəlir Adriatik dənizinə tökülür. Eroziya bazası Adriatik dənizidir. Taxo çayı isə İspaniyanın ərazisindən keçib Portuqaliyada Atlantik okeanı hövzəsinə tökülür. Rona çayı isə Lion körfəzinə aiddir. Bu çaylar əsasən yağış suları ilə qidalanır. Çünki Aralıq dənizi iqlimi tipində olduğu üçün əsasən qış aylarında bol sulu olurlar. Yay aylarında isə onlardan təsərrüfatda, suvarmada istifadə olunur. Şimali Avropanın çayları isə əsasən buzlaqlarla qidalanır. Şərqi Avropanın çayları yağış suları ilə, qar suları ilə qidalanır. Qış aylarında Şimali Avropanın çayları da, həmçinin Şərqi Avropanın çayları da donur, buz bağlayır. Avropanın gölləri haqqında danışaq. Avropanın şimalında olan göllər əsasən tektonik və buzlaq mənşəli göllərdir. Bax, bu göllər hansılardır? Bu gördüyümüz göllər tektonik və buzlaq mənşəli göllərdir. Çünki biz bilirik ki, 4-cü dövr buzlaşmasına məruz qalıb Avropanın şimal hissələri və burada çoxlu sayda buzlaq mənşəli göl var. Amma onlardan ən nisbətən yekələri, ərazi cəhətdən böyükləri dərsliklərdə qeyd olunub ki, bunlar da xəritə üzərində öz əksini tapıb. İsveç ərazisində Venerin və Vetterin gölüdür. Finlandiyanın ərazisində Sayma İnari gölüdür. İnari gölü gördüyümüz kimi 66.5 şimal enliyinə şimalda yerləşir. Məhz o deməli qütb işıqlandırma qurşağına düşür. Digərləri isə mülayim işıqlandırma qurşağında yerləşir. Rusiyanın ərazisindəki Ladoqa Onega gölüdür. Az öncə çayları da keçəndə orada qeyd etdik ki, Onega gölündən Sivir çayı axır Ladoqa gölünə, Ladoqa gölündən isə Neva çayı Fin körfəzinə axır. Daha sonra Çud gölü var Rusiyanın ərazisində. Estoniyada Kala gölü var ki, meteorit mənşəli göldür. Digər Rusiyanın ərazisində biz Elton və Baskunçaq göllərini burada müşahidə edirik. İtaliyada Qarda gölü var. İqtisadi əhəmiyyətə malikdir və turizm məqsədi ilə istifadə olunur. Həmçinin o qeyd olunur ki, Milano və Venesiya şəhərləri arasında yerləşdiyinə görə böyük iqtisadi əhəmiyyəti var və burada çoxlu moda həftələri keçirilir. Macaristanda Balaton gölüdür. İsveçrədə isə Cenevra gölüdür və Cenevra gölü əsasən Fransa və İsveçrənin sərhədində yerləşdiyi qeyd olunur. Almaboden gölü isə Almaniyada yerləşir.